Şərur rayonunun Şahbulaq kəndində xalq yaradıcılığı günü keçirilib. Məqsəd kəndin turizm potensialının yenidən dəyərləndirilməsi, qədim el sənətlərinin milli dəyərlərinin təbliği olub. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bir gün kənddə, bir ömürlük xatirə adlı tədbirdə Şərur rayon Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin kollektivləri iştirak edib. İştirakçılara Şahbulaq kəndi haqqında məlumat verilib. Bildirilib ki, qədim tarixə malik olan kənd Naxçıvanın ən səfalı yaşayış məntəqələrindəndir. Dağətəyi ərazidə qərarlaşan Şahbulaq təbiət gözəllikləri, bulaqları və qonaqpərvər insanları ilə seçilir. Bura həm də turizm baxımından böyük potensiala malik bir kənddir. Tədbirdə qədim el sənətləri nümayiş etdirilib. Yun əyirmə, xalça toxuma, nehrə çalmaq, arıçılıq kimi sənətlər, eləcə də milli mətbəximizin ləziz təamlarından nümunələr təqdim edilir. Tədbirin keçirilməsi bizim üçün çox xoş oldu. Çünki bu tədbir vasitəsilə biz keçmişimizdə olan bəzi adət-ənənələrimizi bu günümüzə daşıdıq və bu bizim üçün çox xoş təəssürat bağışladı. Çünki müasir gənclərimiz keçmişdə olan adət-ənənələrimizin bəzilərindən xəbərsizdir. Yəni bu adət-ənənələrin tanınmasında bugünkü tədbirin çox böyük əhəmiyyəti oldu. Balabanda ifa, trio, qaladan qalaya musiqi nömrələri, el yallısı və saz çalanlar qrupunun ifası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Heydər Məmmədov, Abbas Quluzadə, NTV Xəbər.